Demokratik türkçülük ya klasik türkçülük? Hansısı? Hazırlayan Yunus Şamili. Demokratik türkçülük və klasik türkçülük hər ikisi də Türk millətinin maraqlarını qorumağa və inkişaf etdirməyə yönəlmiş ideologiyalardır. Lakin bu iki yanaşma arasında mahiyyətcə fərqlər var. Fərq əsasən bu ideologiyaların dünya görüşü, metodları və sosial-siyasi prinsiplərinə əsaslanır. Klasik türkçülük. Bir mənbə və tarixi çərçivə. Klasik türkçülük əsrin sonu və əsrin əvvəllərində Osmanlı İmperiyasının çöküşü dövründə yaranmışdı. Yusuf Akçura, Ziya Gökalp və İsmail Qaspıralı kimi fikirlərin əsas təməlini qoymuşdu. İki əsas prinsiplə. Milli kimlik və dil, türkçülük Türk kimliyini qorumağı və inkişaf etdirməyi hədəfləyir. Ortaq dilin, Türk dilinin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Türk birliyi Türk xalqlarını Osmanlıdakı türklərdən Orta Asiya və Qafqazdakı türklərə qədər birləşdirərək bir Türk birliyi yaratmağa əsas məqsəd götürür. Mədəniyyət və tarix Türk mədəniyyətini və tarixini digər mədəniyyətlərdən üstün tutmağa və təbliğ etməyə çalışır. 3. Dünya görüşü və siyasi yanaşma. Klasik türkçülük milliyyətçi xarakter daşıyır və çox vaxt mərkəzləşmiş milli dövlət anlayışını dəstəkləyir. Bəzən eksklüzivist, istisnaçı bir yanaşma nümayiş etdirərək, Türk olmayan xalqlara münasibətdə daha qapalı mövqe sərgiləyə bilər. 3. Sosial və siyasi məhdudiyyətlər. Siyasi ideologiyası bəzi dövrlərdə Türk olmayan xalqların hüquqlarını nəzərə almamaqda tənqid olunmuşdu. Daha çox etnik Türk birliyini əsas götürür və bu səbəbdən mədəni pluralizmə, çoxmədəniyyətliliyə yer verməyə bilər. Demokratik türkçülük. Bir mənbə və tarixi inkişaf. Demokratik türkçülük xüsusilə əsrin ikinci yarısından sonra ortaya çıxmışdı. Bu yanaşma müasir demokratik dəyərlərlə türkçülük arasında bir körpü qurmağa çalışır. Milliyyətçi fikirlərin qlobal dəyərlərlə uyğunlaşdırılması və daha inklüziv, inkişaf etdirici bir yanaşma nümayiş etdirməsi ilə seçilir. 2. Əsas prinsiplər. İnklüzivlik türkçülük anlayışı yalnız etnik türklərə deyil, Türk mədəniyyətinə mənsub olan və ya onunla əlaqədə olan bütün insanlara əhatə edir. Demokratiya və insan haqları, insan hüquqları, demokratiya və hüquqi dövlət prinsipləri əsas götürülür. Demokratik türkçülükdə milli kimlik ideyası, universal dəyərlərlə ziddiyyət təşkil etməməlidir. Pluralizm və çoxmədəniyyətlilik fərqli mədəniyyətlərə və etnik qruplara hörmətlə yanaşır. Türk kimliyini gücləndirmək üçün onların da bu birliyin bir hissəsi olmasına çalışır. 3. Dünya görüşü və siyasi yanaşma. Millətçiliyi radikallıqdan uzaqlaşdıraraq mədəniyyət, dil və tarix məsələlərinə daha çevik və inklüziv yanaşır. Demokratik türkçülük bir millət üçün digər millətləri xaric etmədən milli maraqları qorumağı hədəfləyir. 4. Sosial və siyasi uyğunluq. Demokratik türkçülük hüquqi bərabərlik və azlıqların hüquqlarını da əhatə edir. Müasir demokratiya sistemində Türk kimliyinin təkamül etməsi üçün dialoq və əməkdaşlığa üstünlük verir. Demokratik türkçülüyün üstünlükləri. Bir. Müasir dəyərlərə uyğunluq. O demokratik türkçülük, insan haqları, pluralizm və hüquqi bərabərlik kimi müasir dəyərləri qəbul edir. 2. Fərqli qrupları birləşdirmə. O yalnız etnik türkləri deyil, Türk mədəniyyəti ilə əlaqəsi olan hər kəsi birləşdirə biləcək daha inklüziv bir yanaşma nümayiş etdirir. 3. Sosial ədalət və harmoniya. O azlıqların hüquqlarını qoruyaraq sosial harmoniya və birliyi təmin etməyi hədəfləyir. 4. Beynəlxalq əlaqələr. O türkçülük fikrini qlobal səviyyədə daha müsbət və qəbul edilən bir ideologiya halına gətirir. Sonuc BUK. Demokratik türkçülük və klasik türkçülük hər ikisi də Türk kimliyini qorumaq və inkişaf etdirmək məqsədini daşıyır. Lakin demokratik türkçülük daha müasir, demokratik, çevik və inklüziv bir yanaşma ilə fərqlənir. Klasik türkçülük milli kimliyi əsas götürərək daha çox etnik fokuslu yanaşma sərgiləyir.
Demokratik türkçülük isə mədəni pluralizmə və insan haqlarına uyğun bir yanaşmanı müdafiə edir. Bu səbəbdən dolayı demokratik türkçülük müasir topluluqların tələblərinə daha uyğun və demokratik bir dövlətin quruluşuna daha yatkın bir ideologiya hesab etmək olur.